Hamınıza salam. Valideyni ilə bağlı o qədər çox məsləhət var ki, insan bəzən hardan başlayacağını bilmir. Əgər siz də bu məlumat dənizində itib batmısınızsa, elə düz yerə gəlmisiniz. Gəlin bütün o səs-küyü bir kənara qoyaq və məsələnin əsl psixologiyasına, dərinliyinə enək. Bəli, bax bu o məşhur sualdır, deyilmi? Hər bir valideynin özünə verdiyi, bəzən hətta yuxusunu qaçıran o sual. Müasir dövrdə o qədər fərqli yanaşma, o qədər fərqli doğru var ki, insan özünü sanki bir labirintin içində hiss edir. Bəs çıxış yolu hardadır? Bax, bu çaşqınlığa biraz aydınlıq gətirmək üçün biz bugün bir mütəxəssisin fikirlərinə fokuslanacağıq. Söhbət tanınmış ailə psixoloqu və psixoterapevt Sübhan Abuşovdan gedir. Gəlin görək onun dərin təcrübəsi bu mürəkkəb yolda bizə hansı işığı tuta bilər. Yaxşı, gəlin başlayaq. Sübhan Abuşovun bəlkə də ilk və ən vacib fikri budur. Tərbiyə bizim anladığımız mənada itaət demək deyil. Bu yanaşma əslində bizim tərbiyə ilə bağlı bütün bildiklərimizi bir anlıq şübhə altına almağımızı tələb edir. Adətən tərbiyə deyəndə ağlımıza ilk gələn şey qaydalar, qadağalar olur. Elə deyil? Amma ailə psixoloqu Sübhan Abuşov deyir ki, bu sadəcə buzdağının görünən tərəfidir. Əsl tərbiyə uşağın daxili dünyasını hörən, onun dəyərlərini, düşüncə tərzini, xarakterini formalaşdıran şuurlu bir prosesdir. Yəni, söhbət sadəcə bunu elə və ya bunu eləmə deməkdən qat-qat dərindir. Baxın, bu cədvəl məncə hər şeyi o qədər gözəl izah edir ki, sol tərəfdə gördüyümüz itaətkar uşaq əslində əmrləri yerinə yetirən bir robota bənzəyir. Amma sağ tərəfdəki şəxsiyyət isə öz daxili kompasını izləyir, öz vicdanı ilə hərəkət edir. Sübhan Abuşovun da əsas məqsədi məhz budur. Biz robot yox, niyə və nə üçün hərəkət etdiyini dərk edən, dəyərləri olan bir insan yetişdirməliyik. Yaxşı, ideal mənzərəni anladıq. Amma gəlin reallığa qaydaq. Gündəlik həyatda biz valideynlər ən çox hansı səhvlərə yol veririk? İndi gəlin Sübhan Abuşovun xüsusilə xəbərdarlıq etdiyi o ümumi tərələrə bir nəzər salaq. Əminəm ki, bu məqamlarda bir çoxumuz özümüzü tanıyacağıq. Gəlin bu 4 tələyə bir-bir baxaq. Birincisi, qeyri-ardıcıllıq. Məsələn, bugün nəsə etməyə icazə verib, sabah eyni şeyə qəfildən yox demək uşağın dünyasını alt-üst edir, onu çaşqın vəziyyətdə qoyur. İkincisi, etiketləmə. Sən tənbəlsən dediyimiz anda əslində onun alnına bir damğa vururuq və özünə olan inamını sarsıdırıq. Üçüncüsü, sərt cəza. Bu, uşağa doğru davranmağı yox, sadəcə cəzadan yayınmağı, yalan danışmağı öyrədir. Və sonuncusu, sərhədsizlik. Qaydasız, limitsiz sevgi də uşağı məsuliyyətsiz və egoist bir fərdə çevirə bilər. Və Sübhan Abuşovun bu sözü məncə hər şeyi mükəmməl şəkildə ümumiləşdirir. Bəli, qışqırmaqla, cəzalandırmaqla problemi o anlıq həll etmək olar, onu susturmaq olar. Amma əslində bu, gələcəkdə üzə çıxacaq aqressiya, narahatlıq və etibarsızlıq kimi daha böyük fırtınaların toxumunu əkmək deməkdir. Yaxşı, bu qədər riskdən, problemdən danışdıq. Bəs çıxış yolu nədir? Yaxşı valideyn olmaq üçün atılacaq ilk addım hansı olmalıdır? İndi gəlin Sübhan Abuşovun bütün yanaşmasının təməlini, özəyini təşkil edən o əsas prinsipə keçək. Bütün məsələnin açarı əslində bax bu sadə cümlədə gizlənib. Övladınızı dərindən, həqiqətən tanımalısınız. Əgər siz onu tanımırsınızsa, dünyadakı ən yaxşı tərbiyə metodları, ən bahalı kitablar belə sadəcə qaranlığa atılan bir güllə kimi olacaq. Hər şey onu anlamaqla başlayır. Bəs tanımaq deyəndə Sübhan Abuşov neyi nəzərdə tutur? Təbii ki, söhbət sadəcə onun sevimli yeməyini bilməkdən getmir. Bu, elə bil ki, bir detektiv işidir. Onun anadan gəlmə temperamentini kəşf etmək, psixoloji yaşının bioloji yaşı ilə üst-üstə düşüb-düşmədiyini anlamaq, onu həyata nəyin bağladığını, gizli qorxularının nə olduğunu bilmək. Məhz bu sualların cavabları sizin valideyn kimi atacağınız hər addımı kökündən dəyişə bilər. Yaxşı, bəs bu tanıma prosesinə necə edək? Hardan başlayaq? Sübhan Abuşov bizə çox praktik bir alət təklif edir, uşaqları 4 əsas temperament tipinə görə anlamaq. Gəlin bu çərçivəyə birlikdə daha yaxından baxaq. Bu cədvəl əslində hər bir valideyn üçün bir növ istifadəçi təlimatı kimidir. Fikir verin, əgər sizin övladınız xolerikdirsə, yəni təbiətən liderdirsə, ona mən belə dedim, vəssalam demək heç bir işə yaramayacaq. Əksinə, ona məntiqli izahlar lazımdır. Və ya əgər melanxolikdirsə, yəni çox həssasdırsa, kiçik bir sərt tənqid onu günlərlə depressiyaya sala bilər. Deməli, övladınızın hansı tipə daha yaxın olduğunu anlamaq, əslində onun qəlbinə gedən doğru açarı tapmaq deməkdir. Və nəhayət, gəldik bütün bu izahın bəlkə də ən vacib nöqtəsinə. Bütün kitablardan, bütün metodlardan və bütün prinsiplərdən daha güclü olan o tək şeyə, valideynin öz şəxsiyyətinə.
Psixoterapi Subhan Abışovun bəlkə də ən önəmli mesajı budur. Tərbiyə öyrətmək deyil, olmaqdır. Uşaqlar bizim uzun-uzun nəsihətlərimizə qulaq asmır, onlar bizim hərəkətlərimizi izləyir. Siz çətin bir vəziyyətdə özünüzü necə aparırsınız? Başqalarına necə hörmət göstərirsiniz? Unutmayın, onlar sizin canlı güzgünüzdür və gördüklərini mütləq təkrarlayacaqlar. Bəs necə yaxşı bir nümunə olmaq olar? Bu 4 sadə, amma qızıl dəyərində olan addımla. Birincisi, onu heç kimlə müqayisə etməyin. Sadəcə olduğu kimi qəbul edin. İkincisi, yaşına uyğun kiçik məsuliyyətlər verin. Qoyun özünə inamı artsın. Mən bacarıram desin. Üçüncüsü, sevginizi göstərin. Təkcə sözlə yox, həm də bir qucaqla, qayğıkeş bir hərəkətlə. Və dördüncüsü, onu qorxuyla, hədəylə deyil, şəfqət və sevgi ilə yönləndirin. Sağlam münasibətin təməli məhz budur. Və bütün bu deyilənləri Sübhan Abuşovun bu möhtəşəm sözü yekunlaşdırır. Əvvəlcə özünüz tərbiyəli olmalısınız. Uşaq sizə baxıb o yolu gedəcək. Əslində, övladımızın tərbiyəsi bizim özümüzlə apardığımız ən böyük imtahandır. Və biz bugünkü söhbətimizi çox vacib bir sualla bitiririk. Bu sadəcə bir sual deyil, hər bir valideynin özünə hər gün verməli olduğu bir sualdır. Siz övladınızın baxdığı o güzgüdə nə görməsini istəyirsiniz? Cavab sizin öz əlinizdədir. Düşünməyə həqiqətən dəyər.